gördük hamımızı. Axşamınız xeyir olsun deyirəmsə və təbii ki, ilk öncə əhvalınızı soruşmaq istəyirəm, necəsiniz? Bundan sonra yeri gəlmişkən nəzərinizə çatdırmaq istəyirəm ki, həftə sonudur və şox xəbərlərin bazar buraxılışı efirdədir. Həftə boyu hamımız çalışdıq, vuruşduq, əməklə məşğul olduq və həftənin sonu təbii ki, dincəlməyə qərarına gəldik və bu həftənin bazar günü məhz ABA telekanalının verilişləri başlayan andan şox xəbərlərin bazar buraxılışı ilə başlayırsınız. Mən artıq buna əminəm və yeri gəlmişkən artıq bildirdim ki, hər birimiz öz məsləyimizlə, öz işimizlə məşğul olduq və bu axşam bir yaşıl parka gəldik və bu parkda bir qədər dayanmaq təhlükəlidir insan üçün. Çünki ətrafında bir çox arılar var və arılar da elə çiçəklərdən şirə çəkirlər. Bunu söylədim və şox xəbərlərin işini, əməyini, hardasa bu arıların əməyi ilə bir qədər müqayisə etmək istədim. Necə deyirlər, arılar çiçəklərdən şirə çəkirlər, şox xəbərlərin əməkdaşları isə həftə boyu mədəniyyət aləmində baş vermiş yenilikləri məhz lentə alırlar və çəkirlər. Hətta tamamında isə məhz siz tamaşaçılara təqdim edirlər. Sevgili tamaşaçılarımız, ötən həftə çox sevilən bir bəstəkarımız Eldar Mansurovun yeni bir albomunun təqdimat mərasimi keçirildi və indi ekranlı tayında əyləşən tamaşaçılar belə bir sual verəcəklər mənə ki, bəs necə oldu? Bir neçə həftə bundan əvvəl həmin bəstəkarın bir albomunun təqdimat mərasimi haqqında bizə süjet təqdim etmişdiniz. Amma yeri gəlmişkən sizin nəzərini çatdırmaq istəyirəm ki, bu çox yeni bir albomdur və bu mahnıya çox yeni mahnılar daxil olunurlar. Və yeri gəlmişkən nəzərinizə çatdırmaq istərdim ki, bu albom Sahil adlanır və bu günlərdə elə bir çox sənətçilər öz mahnı töhfələrini, həm alboma daxil olmuş mahnıları, həm də ki, elə öz mahnı töhfələrini məhz Eldar Mansurova həsr etdilər və çox gözəl bir mərasim keçirildi. Biz də həmin mərasimdə hər zaman olduğu kimi iştirak etdik və təbii ki, bir süjetlə sizə qonaq gəlmişik. Eldar Mansurov ötən həftə yeni diskin təqdimat mərasimini keçirdi. Mərasim isə əsl şou proqram səhnəsinə çevrildi. Bəstəkarla birgə işləyən müğənnilərimiz həmin səhnədə bir-bir yer aldılar. Əlbəttə ki, Eldar Mansurovun yeni mahnıları ilə bu dəfəki tədbirin də aparıcısı Agün Kazımova oldu. Bu üçün öhdəsindən bir o qədər də yaxşı gəlməsə də öz rəqsləri ilə toplaşanları ələ ala bildi. Amma bir neçə gənc müğənninin adını gah unutdu, gah da familiyalarını düz demədi. Agün bunun fərqinə bir o qədər də varmasa da gənc müğənniləri məyus etmiş və həyəcanlandırmış oldu. Flora xanım da yeni mahnıları ilə yenidən səhnədə idi. Sonuncu Döngə adlanan mahnı isə onun Eldar Mansurovla sonuncu işlərindən biridir. Eldar mənə gözəl mahnılar verib və onun hələ mən səhnəyə çıxmamış dövrdə çox bir 8-ə və 9-a qədər mahnıları var. Onları ruslar deyən raskrutka eləmək lazımdır, dinləyicilərə çatdırmaq lazımdır. Yox, hələ onları eşidilməyib də qızım. Onlar eşidilməyib, onları eşitmək lazımdır. Elə aranjmanı da Yaşar eləyib, aranjmanı Nazim eləyib, sonra bir adlı sanlı aranjmanlar eləyib, Eldar eləyib aranjmanları. Bugünkü səviyyədəki aranjmanlardır. Piruz Dilənçinin sözlərinə yazılan mahnılar isə artmaqdadır. Xatırlayırsınızsa, yazda Eldar Mansurovla onun birgə işlərindən ibarət bir disk də çıxmışdı. Eldar müəllim uzun müddət işləyib və onlar bir çoxu qalmışdı, həmin onlardır və içinə dediyim kimi yeni mahnılar da daxil edilibdir. Və gedir bunlarda və biz hətta bundan başqa indi artıq bəzi kliplərin çəkilişinə indi başlatdırmışıq. O cümlədən məsələn mənim və Eldar Mansurovun bizim müştərək işimiz olan deməli Elxan Şirinovun artıq klipi çəkilib hazırdır. Yaxın günlərdə siz görəcəksiniz. Və bundan başqa Flora xanımla Səməd Səmədovun duetidir, mənim sözlərimdir. Bəli, bunun da klipini artıq hamısı sevgi, məhəbbət və deməli başqa Brilliant xanım Dadaşovanın ifasında Sevgilim Aynur, Sevgilim Aytən mahnısı, bunu da biz yaxın günlərdə klipinə başlayırıq və biri də Sevgilim Aytən oxuyuruq. Bir qədər bu düzgün seçildimi, düz daxil sevgi. İndi onu mən də deyirdim, amma bilmirəm, mən özüm razı deyildim. Yəni mən deyirdim, daha gözəl alınar ki, bunu bir kişi oxuyan olsun, bəli. Amma belə məsləhət oldu, indi onu artıq klipinə başlayacaqlar. Bir də Ruhəngiz xanım Allahverdiyeva ilə deməli Biz Ayrıla Bilmərik adlı mahnımız və Sevənlər üçün ölüm yoxdur. Bunların ikisinə də biz klipi başlayırıq. Yəni biri artıq bitibdir bunların, bir neçəsi yaxın günlərdə başlanır artıq. Mərasim öz qaydasında gedirdi və həmişəki kimi bir yerə yığılmış şən müğənnilər
Tək oturmuş Vaqif Gərazədə, hamıdan qıvraq və çox danışan Səməd Səmədov sonuncu qədəhləri bir-bir bəstəkarın sağlığına boşaltdı və hətta sevincindən boşqabları yerə vurub sındırmaqdan da çəkinmədi. Bəlkə bu haldan kimsə ləzzət aldı, amma onu deyə bilərik ki, biz bərk tiksindik. Flora xanım isə həmişəki kimi hamıya dəstək ola-ola heç kəsdən öz sənətçi alqışını əsirgəmədi və beləcə qərara aldıq ki, əgər səbəbkar Eldar Mansurovdursa, demək ondan da müsahibə almalıyıq. Amma bu dəfə ona müsahibə vermək üçün bir qədər çox dilə tutmalı olduq. Əlbəttə, başa düşürük ki, tanınmış insanlar təvəzzükar olurlar. Belə şeylərin gərəksiz reklamın ona lazımsız olduğunu deyirlər. Söhbəti zamanı o bildirdi ki, bu albüm mart ayından bəri onun 10-cu diskidir. Sahil adlanan diskə bir çox mahnılar daxil olub və onların çoxunu artıq tanıyır və sevirik. Bax, burada eşitdiyim mahnıların əksəriyyəti o diskdə var. Özlük bu təzə formada disk. Kamran sənliyinə edəmişəm. Deməli, kommentarlar verir hər mahnının əvvəlində. Bir bazı oxuyana sadaşır, bir bazı mənə sadaşır, bir balaca mahnıya sadaşır və belə. Yəni, DJ kimi Kamran bu diskdə DJ rolunda iştirak edeyim. Yəni, belə forma etibarı yeni bir üslubdur. Deyirlər ki, yəni sənətçilər deyirlər ki, gənc olanda sənətkar öz istedad dövrünü yaşayır. Getdikcə isə peşəkara çevrilir və bilir ki, dinləyici və ya tamaşaçı ondan nə istəyir. Amma onu da qeyd edirlər ki, itilənməmiş istedad, itilənmiş peşəkarlıqdan üstündür. Və Eldar Mansurov da bu sualla müraciət etdik ki, bu qədər mahnılar yazan bəstəkar özünü necə hesab edir? O daha çox istedadlıdır ya da daha çox profesional. Sualımıza isə sualla cavab verdi ki, bəs siz necə hesab edirsiniz? Biz isə bildirmək istəyirik ki, cavabını bildiyimiz sualı heç vaxt müsahibimizə vermərik. Hələ bu? Bayağı da muzika çıxsan da ancaq. Oldu, sağ olun.